Bugün Bakının Ramana qəsəbəsində yerləşən kanalizasiya lyukundan suyun güclü şəkildə daşması ərazidə ciddi narazılığa səbəb olub. Sakinlər bildirir ki, lyukun altından axan sirkab su yolun böyük hissəsini örtərək nəqliyyatın hərəkətini ləngidir. Bölgə TV xəbər verir ki, şikayətçi Əhmədov Rövşən deyib ki, problem elə bugün səhərdən özünü göstərib və yol iştirakçılarının gediş-gəlişinə ciddi maneə yaradıb. Onun sözlərinə görə avtomobillər keçid zamanı sürəti minimuma salmağa məcbur olur. Piyadalar isə suyun içindən keçməyə məcbur qalır. Sakinlər yaranmış vəziyyətlə bağlı narazılıq edərək aidiyyatı qurumlardan problemin təcili şəkildə aradan qaldırılmasını tələb edirlər. Rəna Rövşən qızı, BTV. Bu da yeni roman. Bax, qanidir, milləti salıblar zuluma. Qaniyə. Hər yer dağılır, bax. Yeni romanı qani. Hamısı. O yüzden gələni də saxlayıb, neçə düşüb bayaqdan yola. Bax, dağılır, yol qani. Hamısı. Bu da romanı. Qanidir. Qanidir, kanalizasiya, qani. Burada bir şey bura.